İki çay arasında yerləşən tarixi bir məkan, Modena. Luciano Pavarotti'nin dünyaya göz açdığı şəhər düz 40 il əvvəl İtaliya futboluna ulduz bəxş etdi. Parlamasını, istedadının üzə çıxmasını 26 il gözlədi bu şəhər. Onun vurduğu qollar komandasını nə qədər qəribə səslənsə də B-dən A-ya doğru yüksələn xətlə apardı. Adının mənası tərcümədə işıq anlamı daşıyan Luca Toni, Palermo'dan sonra Florensiyanı da nurlandırdı. Fiorentina'da 31 qol, təxminən yarım əsr öncəki tarixin təkrarlanması. Amma Modenalı bu oğlan həm də yeni tarix yazmağı öyrənirdi. Almaniyada, Bayern kimi klubda titullar, Bundesligada bombardirlik və daha nələr. Hər oyuncuya qismət olmur İtaliya kimi yığmaya çağırılmaq. Taktika ustası sayılan Marcello Lippi'nin komandasına düşmək. Düzdür, cəmi 2 gol vuran Toni mundialda parlamadı, amma çoxlarının arzuladığı zirvəyə yüksəldi. Squadra Azzurra ilə dünya çempionu oldu. Qara saç, hündür boy, yaraşıqlı və məşhur oğlan nəinki Appenində, dünyanın bir çox yerlərində qadınların müzakirə obyektinə çevrilmişdi. Amma Toni'nin ürəyini fəth etmək, 3 qat dünya çempionu Pele'nin uğurlarını təkrar etmək qədər müşkül idi. Çünki bu ürəyin sevgi taxtında Marta Cecchetto əyləşmişdi. Bu sevginin tarixi 1998-ci ildən başlayır. Gözəl ailəsi olan və ata olmaq arzusu ilə alışıb yanan Toni, bəlkə də həyatının ən böyük zərbəsini Birləşmiş Ərəb Əmirliklərində çıxış edərkən aldı. Əslində heç nə bundan xəbər vermirdi. Axı sevimli Martasının bətnində artıq Toni nəslinin davamçısı vardı. Amma şər gələndə qapını döymür. Emilia-Romanya bölgəsində zəlzələ zamanı Cecchetto zədə alır. Luca Toni'nin doğulduğu regionda dünyaya göz açmağa günlər sayan övladı həyata gözlərini açmadan yumur. İndi Toni'ni futbol da maraqlandırmırdı. Təsəllini içki şüşəsində axtaran dünya çempionunu xilas edən Marta olur. Qadının böyük qüvvə olduğunu göstərən bu xanım Luca'nı həyata qaytarır. 2013-cü ildə isə bu cütlüyün qızı dünyaya gəlir. Toni üçün bu, yenidən A seriyasının bombardiri olmaqdan da, çətinliklə Verona'nı güclülər arasında saxlamaqdan da böyük möcüzə idi. 40 yaşın mübarək, əzabkeş qız atası.